Dünyanın harasına gedirsən get. Sənin birinci psixoloji vəziyyətin salamat vəziyyətə gətirilməlidir və nəyə görə reabilitasiya fayda verdi? Çünki mən danışanda dadaşmayan başa düşür. Mənə dadaş demir ki, kişiliyin olsun, məni qınamır. Mən deyir, mən səni başa düşürüm. Hamının qınadığı bir insan, hamının inciyib küstüyü bir insan gəlirəm mərkəzə, hamı məni uzaq atır. Biz səndənlik, biz səni başa düşürüm. Mən birinci ki, bunlar mənə zarafat edirlər, bunlar mənə məsxarəyə qoyublar. Necə mən bütün, hamının məndən zəhləsi gedir, ha kişi, sən necə məndən xoşun gələ bilər? Və getdikcə görürəm ki, yox, bunun özü də belə olur. Mənim dəfələr nə olub, aparırlar psixoloqa, çıxıblar ki, uşağın nəyə var, bu əl çəkin də bundan. Azadlıq verin. O deyir ki, bundan azad adam yoxdur. Bilirəm, axı, məsəl üçün, mənim valideynim hisslərinə yenilən insandır da, belə deyil, duyğusal insandır. Və onu artıq o şəkildə şeydir ki, mənə döyüblər, mənə nə bilim, məktəbdə incidiblər, mən 10 travmam qalıb, nə bilim, olmayıb belə şeylər. Amma mən psixologu çevirdim öz alətimə də, belə deyil.